Salamlar, vaxtınız xeyir olsun. Biz bunun 7-ci coğrafya kitabından bölmə 2.2 yerin bərk təbəqəsi necə hərəkət edir mövzusuna sonra baxacağıq. Gəlin vaxt itirmədən dərsə başlayaq. Litosfer təbəqəsi bütöv deyildir və müxtəlif iri parçalara bölünür. Bu parçalar litosfer tavalары və yaxud da tektonik tavalar adlanır. Litosfer tavalar bir-birindən dərin tektonik çatlarla ayrılır. Onlar mantarın üst hissəsində xüsusi qat olan antosferin üzərində hərəkət edir. Antrosfer qatı mantar maddələrin plastik şəkildədir və müxtəlif istiqamətlərə hərəkət edir. Bu litosfer tavanın hərəkət etməsinə səbəb olur və tavanın hərəkəti həm üfüqi, həm də şaqili istiqamətdə baş verir və tektonik hərəkət. Buna da tektonik hərəkətlər deyilir. Mətni bura qədər oxuduq. Gəlin indi mətni daha yaxın təhlil edək. Dedik ki, litosfer tavalары müxtəlifdir və iri parçalara bölünür. Yəni müxtəlif iri parçalara bölünür. Litosfer tavalar bu parçalara biz litosfer tavalары və yaxud da tektonik tavalar adlandıracağıq. Litosfer tavalары bir-birindən dedik ki, sərhədləri necə ayrılır? Bir-birindən dərin tektonik çatlar vasitəsilə ayrılır. Onlar mantarın üst hissəsində, yəni xüsusi qat olan antosferin üzərində yerləşirlər. Yəni antosfer litosferə daxil deyil. Baxın, təsəvvür ki, bu belə bir təsvirləyək. Məsələn, baxın, bu olsun yer qabığı, litosfer və üst mantia. Daha sonra isə baxın, antosferin üst hissəsi, baxın, bir hissədə üst mantia hissəsi, baxın, bir hissədə yerləşir. Yəni, baxın, litosfer antosferin üzərində yerləşir. Yəni, mantia onun üzərini örtür, litosfer o üzərindədir. Yəni, baxın, bir hissədə antosfer qatı plastik halda olduğu üçün alt hərəkətə gətirir. Nəticədə litosfer tavalar hərəkət eləyir. Yəni, belə deyək ki, antosfer litosfer təbəqəsinə aid deyil. Daha sonra dedik ki, litosfer tavalar necə hərəkət edir? Həm üfüqi, baxaq, həm də şaqili istiqamətdə baş verir. Burada tektonik hərəkətlər adlandırırlar. Daha sonra baxın, burada şəkil verilir. Litosfer tavalar verilir. Məsələn, Sakit Okean, Nazca, Kokos, Karib, Cənubi Amerika, Şimali Amerika, Avrasiya, Ərəbistan, Afrika tavası, Hindistan tavası, sonra Avstraliya tavası, Filippin tavası tavalarını biz bura misal çəkə bilərik. Həmçinin Antarktida tavasını biz bura misal çəkə bilərik. Litosfer tavalar özləri ikiyə bölünürlər. Kontinent və okean tipli litosfer tavalar vardır. Kontinent tipli litosfer tavaları sayıları daha çoxdur. Şimali Amerika, Cənubi Amerika, Ərəbistan, Afrika, Hindistan, Avrasiya, Avstraliya və Antarktida tavalarını bunlar kontinent tipli litosfer tavalardır. Lakin okean tipli litosfer tavaları da Nazca, Kokos, Karib, Sakit Okean, Filippin tavalarında biz okean tipli litosfer tavalarına aid edirik. Həmçinin baxın, bir dənə bu yerlərin, məsələn, litosfer tavaları toxuşma zonası və ayrılma zonası vardır. Bir dənə Sakit Okean, baxın, Sakit Okean sahillərində toxuşma zonaları olacaq. Bir dənə belə cəhətdə saxın. Baxın, Sakit Okean sahillərində harada Sakit Okean gördünüzsə, baxın, orada toxuşma olacaq. Qalan hissələrdə isə baxın, ayrılma zonaları olacaq. Məsələn, baxın, Avstraliya ilə Antarktida ayrılır. Sonra fikir verirsiniz, Afrika ilə Cənubi Amerika ayrılır. Daha sonra Şimali Amerika ilə Avrasiya ayrılır. Yəni, Şimali Amerika ilə Avrasiya ayrıldığı zonada hansı aday var idi, yəni əvvəlki dərslərdən keçmişdi. Yəni, bura biz İslandiya adasını qeyd etmişdik. İslandiya adasında Fuciyama neydi, əstəğfurullah, Eyjafjallajökull vulkanı, Hekla vulkanı kimi vulkanlar orada özünü göstərmişdi tektonik çatlar nəticəsində. Yəni, dedik ki, tektonik toxuşmalar harada olacaq? Sakit Okeanda, tektonik ayrılmalar isə ən çox olacaq Atlantik Okeanda, yəni Atlantik Okean sahillərində və Hind okeanında baş verəcək. İndi isə mətni oxuduq. Gəlin sualları cavablandıraq. Təmizləyim buranı. Birinci tapşırıqda deyir ki, A şəklinə əsasən sualları cavablandırın və cədvəli tamamlayaq. Bizdə deyir ki, litosfer tavalar və onun hərəkət istiqamətlərini bizdən soruşur. Bizə yazır, Cənubi Amerika qərb istiqamətində. Baxın, görək Cənubi Amerika hansı istiqamət hərəkət edir? Cənubi Amerika istiqaməti baxın. Fikir verirsə, qərb istiqamətində yazı belə qərb. Daha sonra məsəl üçün götürək Şimali Amerika. Şimali Amerika hansı istiqamətdə baxaq. Azimutu biz qoysaq görürük ki,
Şimali Amerika hansı istiqamətdə hərəkət etdi? Şimal-qərb istiqamətdə hərəkət etdi. Yəni bura olacaq Şimali Amerika, şimal-qərb. Daha sonra Avrasiyaya baxaq. Avrasiya hansı istiqamətdə hərəkət edir? Avrasiya fikir verirsinizsə, cənub-şərq istiqamətində hərəkət eləyir. Yəni oldu Şimal Amerika, şimal-qərb, Avrasiya cənub-şərq. Daha sonra Afrikaya baxsa, Afrika fikir verirsə hansı istiqamətdə hərəkət eləyir? Afrika fikir verirsə biraz üzü yuxarı qalxır da, yəni şimal-şərqə doğru hərəkət eləyəcək. Daha sonra Ərəbistan tavası məsəl üçün görürük ki, şimal-şərqə doğru hərəkət eləyir. Sonra Hindistan tavası şimal-şərqə doğru hərəkət eləyir. Sonra baxaq, Avstraliya tavası şərqə doğru hərəkət eləyir. Antarktida tavası cənub-qərbə doğru hərəkət eləyir. Yəni belə. İndi isə buraları təmizləyək. Yəni siz oxlara baxaraq da istiqamətlərini müəyyən edə bilərsiniz. Daha sonra belə baxaq. Hansı litosfer havalar yalnız okean yer qabığından ibarətdir? Hansı litosfer havalar yalnız okean yer qabığından ibarətdir? Biz bunu dərsin başında da demişdik. Hansılar idi? Baxaq. Nazca idi, sonra Kokos idi, Karib idi, Sakit okean idi və Filippin havaları yalnız okean tipli yer qabığından malikdir. Digər havalar isə məsələn Şimali Amerika, Cənubi Amerika, Ərəbistan, Afrika, Hindistan, Avrasiya, Avstraliya isə və Antarktidada kontinent tipli, yəni materik tipli litosfer havalardır. Bunu təmizləyək. Daha sonra hansı okeanların sahəsi tədricən kiçilir və böyür? Bunun səbəblərini izah edək. Bunu biz hidrosfer dərsində də daha ətraflı keçəcəyik. Gəlin baxın. Fikir verirsinizsə, Atlantik okean, Hind okeanında ayrılmadır. Yəni litosfer havalar ayrılır, yəni bir-birinə uzaqlaşır. Bu nəticəsində nə olacaq? Atlantik okean və Hind okeanı sahəsi böyüyəcək. Lakin fikir verirsinizsə, Sakit okean digər havaların toqquşma zonasında yerləşdiyi üçün Sakit okean tədricən sıxışdırılır. Bu nəticəsində Sakit okean sahəsi kiçiləcək. Həmçinin fikir verirsinizsə, Avrasiya havası və digər havalar da üz yuxarı doğru hərəkət eləyir və Şimal Buzlu okeanda sahəsi tədricən kiçilməyə doğru gedəcək. Həmçinin Antarktida sahilində də Atlantik okean və Hind okeanı sahəsi böyüdükcə havalar daha cənuba doğru hərəkət eləyəcək və Cənub okeanında nə olacaq? Sahəsi tədricən kiçiləcək. Sahəsi böyüyən okeanlar dedik ki, hansılar Atlantik və Hind. Bunun səbəbi litosfer havaların ayrılma zonası yerləşirdi. Sahələri kiçilən okeanlar isə Sakit okean, Şimal Buzlu okean və Cənub okeanları idi. Bunun da səbəbi litosfer havaların toqquşma sərhədində yerləşmələridir. İndi gəlin dərsimizə davam edək. Litosfer havaların əksəriyyəti həm kontinent, həm də okean yer qabığını əhatə edir. Onların hərəkəti yer səthində müxtəlif proseslərin baş verməsi səbəbi bu proseslər relyef formaları yaradır. Su hövzələrinin sahəsinin dəyişməsinə, yeni quru sahələrin yaranmasına meydana gəlməsi ilə nəticələnir. Və burada da tərif verir. Litosfer yerin 5 təbəqəsidir. Litos Yunan dilində daş, sfera isə təbəqə deməkdir. Yəni daş təbəqə deməkdir. Onun qalınlığı 90-250 km arasında dəyişir. Dağlarda onun qalınlığı maksimum həddə, yəni Jomolungma, yəni Everest dağında maksimum həddə, Marian çökəkliyində isə, yəni ümumiyyətlə çökəkliklərdə isə minimum həddə gəlir çatır. Maksimum həddə dedik ki, Everest dağındadır. Minimum həddə isə Marian çökəkliyindədir. Yəni dedik ki, gəlməkdə daha yaxın təhlil edək. Dedik ki, litosfer havaların əksəriyyəti həm kontinent, həm də okean tipli yer qabığını əhatə edir. Onların hərəkəti yer səthində müxtəlif proseslər baş verməsinə səbəb olur. Yəni bu tipli qabıqlı litosfer havalar bir-birlə toqquşur və yer səthinin relyefin formalaşdırılmasına gətirib çıxardır. Həmçinin litosfer sözünün mənası burada qeyd olunur. Yunanca litos daş, sfera təbəqə deməkdir. Və onun qalınlığı 90-250 km arasındadır. Burada bizə litosfer havaların hərəkəti haqqında məlumat verir və bu şəkli təhlil edək. Bu şəkil çox vacibdir və əzbər bilməliyik bu şəkli. Baxın, iki kontinent tipli litosfer havası toqquşan zaman quruda yaranır sıra dağlar və düzənliklər. Baxın, fikir verirsiniz.
dağlar və düzənliklər yaranır. Yəni iki kontinent toxuşanda burada dağlar və düzənliklər yaranır. Bu üçüncü sxemə aid edir. İkinci sxemdə okean və kontinent tipli litosfer tabaları toxuşanda sahil dağları, yəni sahildə dağlar yaranır, okeanda dərin çökəklər, həmçinin okeanda qövsvari adalar yaranır. Çökəklərin bir başqa adı isə dərin okean novları olacaq. Birinci sxemdə isə bizdə litosfer tavalar ayrılmasıdır. Yəni litosfer tavalar ayrılma zonasında okeanda adalar yaranacaq, həmçinin dərin çökəklər yaranacaq. Yəni beləsinə bir hadisələr baş verəcək. Yəni dedik ki, birincisi də ayrılmadır, okeandan ayrılmasıdır, litosfer tavalar ayrılmasıdır. Ayrılma zamanı adalar yaranacaq və onların ətrafında ayrılma və birinci sualtı dağlar və adalar, həmçinin dərin okean çökəkləri yaranacaq. İkinci sxemdə okean və yer qabığı, yəni kontinent tipli yer qabığı litosfer tavası toxuşduğu zaman quruda, yəni sahil zonalarında sualtı dağlar, okeanda isə dərin okean çökəkləri, qövsvari adalar və dərin okean novları, yəni çökəkləri yaranacaqdır. Bəs üçüncü sxemdə də iki kontinent tipli yer qabığı, kontinent tipli litosfer tavası toxuşduqda quruda böyük sıra dağlar və onların ətrafında isə düzənliklər və yaylalar yaranacaq. Burada da belə bir tapşırıq verib, tapşırıq deyəndə şəkil verib. Bu şəkildə gəlin təhlil edək. Baxın, litosfer sərhədi nə deyir? Antroposfer litosferə daxil deyil. Litosfer tavası üst mantıya yer qabığı daxildir. Yəni yer qabığı da özü bildik ki, 3 yerə bölünür. Bazalt qranit və çökmə, yəni dedik ki, hansılara aid oldu? Üst mantiyanın üst mantiya və yer qabığı litosfer təbəqəsinin sərhədini təşkil edir. İndi isə sualları cavablandıraq. B-yə görə litosferin hansı qatlarından ibarət olduğunu müəyyən edin. Antroposfer litosferə daxildirmi? Xeyr, antroposfer dedik ki, litosferə daxil deyil. Yəni litosferə daxildir dedik ki, üst mantiyanın üst hissəsi və yer qabığı litosferə daxildir. Daha sonra üçüncü tapşırıq baxaq. C şəklinə istinad edərək, yəni baxın bu C şəklimizi bundan istifadə edərək tapşırıqları yerinə yetirəcəyik. Birinci, ikinci və üçüncü sxemə göstərilən proseslə uyğun olaraq tabalar necə hərəkət etdiyini, bu nəticələrin müəyyən edin. Birinci sxemdə baxın, burada qeyd edib, burada yazıb. Məsələn, Cənubi Amerika ilə Afrika tavası ayrılır. Bu nəticəsində okeanda sıra dağlar, sonra okean novları və adalar yaranır. Yəni bu birə aid oldu. Yəni havaların ayrılması nəticəsində dedik ki, okeanda nələr yarandı? Sualtı dağlar, çökəklər və başqa adalar yarandı. Buna biz hansı tavaları misal çəkə bilərik? Cənubi Amerika ilə Afrika tavasının ayrılması, Şimali Amerika ilə Avrasiya tavasının ayrılması biz buna misal çəkə bilərik. Daha sonra ikinci sxemdə verilib elə Cənubi Amerika və Naska tavası toxuşur və onun nəticəsində quruda dağlar, okeanda isə dərin çökəklər yaranır. Üçüncü sxemdə baxın, buna aiddir. Üçüncü sxemdə biz yəni iki kontinent tipli litosfer tavası toxuşur. Buna biz Ərəbistan, Hindistanla Avrasiya litosfer tavalarının toxuşmasını biz bura misal çəkə bilərik. Bu nəticəsində Alp Malay qurşağı yaranır. Yəni biz dedik ki, üçüncü sxemin hansı nə oldu? Avrasiya və Hindistan tavalarının toxuşması, bura Avrasiya və Hindistan, bura toxuşma edəcək, bura isə quruda sıra dağlar və düzənlikləri biz bura qeyd edəcəyik. Dərsə davam eləyək. İzah etmədə yer kürəsində quru və su nisbəti milyon illər əvvəl tamamilə başqa cür olmuşdur. İndiki qitə və okeanlar tektonik hərəkətlər nəticəsində formalaşmışdır. Yəni dedik ki, litosfer tavalar daim hərəkət edir və yerin görünüşünü formalaşdırır.
Burada deyir ki, baxın, mətn tanımaya və şəkilə diqqət eləyərək 20-ci əsrdə Alman alimi Wegener milyon illər əvvəl yer kürəsinin bir qurdan ibarət və bir okeandan ibarət olduğunu söylədi. Bu spermaterik Pangeyəni vahid pan bir vahid bir vahid göy isə yer deməkdir. Yəni vahid bir yer, vahid yer, bir yer mənasına gəlir. Okeanı isə Pantalas adlandırmışdır. Pantalas sözündə də pan bir və yaxud da vahid, talas isə dəniz adlandırmışdır. Vahid dəniz, bir dəniz mənasına gəlir. Wegener fikrincə yerin daxilində baş verən proseslər nəticəsində quru iki hissəyə ayrılmışdır. Şimalda yerləşən Lavrasiya və cənubda yerləşən Gondwana və parçaları parçalanmışdır. Təqribən 130-150 milyon il əvvəl Gondwanın cənub qitələri, daha sonra isə Lavrasiyanın şimal qitələri ayrılmışdır. İndi isə gəl şəkilləri təhlil edək. Wegenerin fikrinə əsasən 225 milyon əvvəl dünya baxın iki hissədən ibarət olmuşdu. Quruda süper qitə Pangeya və okeanda süper okean isə Pantalas yaranmışdır. Daha sonra Pangeya 135 milyon il əvvəl iki hissəyə bölünmüşdür. Şimalda Lavrasiya materiki, cənubda isə Gondwana materiki yaranmışdır. Bunlar arasında isə Tetis okeanı mövcud olmuşdur. 65 milyon əvvəl isə dünya bu halda olmuşdur. Hazırda isə Lavrasiya və Gondwana parçalanmış və müasir qitə və materikləri, qitə və okeanları yaratmışdır. Yəni Lavrasiyadan ayrılan şimal qitələri Avropa, Asiya və Şimal Amerikanı biz bura misal çəkə bilərik. Gondwanadan ayrılan hissələri isə Afrika, Hindistan, qitələri gəlir birinci deyə Afrika, Cənubi Amerika, Antarktida, Avstraliya. Bunlar cənub qitələridir və ayrılan digər parçalar isə Hindistan və Ərəbistan ayrılmışdır. Dedik ki, Lavrasiyadan hansı qitələrə ayrılmışdır? Gəlin təkrar edək. Lavrasiyadan ayrılmışdır Şimali Amerika, Asiya və Avropa qitələri ayrılmışdır. Bəs Gondwanada hansı qitələr ayrılmışdır? Bunlar Afrika, Cənubi Amerika, Antarktida və Avstraliya ayrılmışdır. Həmçinin digər qitələrdən kiçik parça olan, yəni Afrikadan kiçik parça qopmuşdu. Bunlar Hindistan və Ərəbistan quru hissələridir ki, onlar da sonradan Avrasiya materiki ilə birləşmişdir. Həmçində bugünkü günümüzdə 5 okean mövcuddur. Bunlar Atlantik, Hind, Sakit, Cənub və Şimal buzlu okeanlarımız mövcuddur. Daha sonra tapşırıqları yerinə yetirək. A şəklinə görə suallar cavablandırın. Baxın, bizim A şəklimiz. Hansı qitələr daha qədimdir? Şimal yoxsa cənub qitələri? Bunun səbəbini izah edin. Baxaq, burada qeyd olunmuşdur. Baxın, yeni daxildə baş verən proseslər nəticəsində quru iki hissəyə şimalda yerləşən Lavrasiya, cənub qurusu Gondwana parçaları təqribən 130-150 milyon əvvəl Gondwana cənub qitələrinə, daha sonra isə baxın Lavrasiya şimal qitələrinə ayrılmışdır. Demək ki, Gondwana daha tez parçalanmış və qitələrə bölünmüşdür. Yəni göründüyü kimi də birinci Gondwana materiki qitələrə bölünmüşdür. Sonra isə Lavrasiya isə şimal qitələrinə bölünmüşdür. Düzgün cavab burada olacaq Gondwana və yeni cənub qitələri. Sonra cədvəli tamamlayın. Lavrasiyanın tərkibindən ayrılmışdır. Dedik, yəni şimal qitələri Asiya, Avropa və Şimal Amerika. Gondwana tərkibindən ayrılmışdır. Afrika, Cənubi Amerika, Antarktida, Avstraliya, həmçinin qitə sahibinin digər qrup parçaları da ayrılmışdır. Bunlardan Hindistan və Ərəbistan qrup parçaları da növbəti illərdə Avrasiya materiki ilə birləşmişdir. Tetis okeanı necə yarandı? Tetis okeanı dedik ki, Pangeyanın Lavrasiya və Gondwana materiklərinə bölünməsi nəticəsində yaranmışdır. Fikir versə, baxın, bu hissədə yaranıb, yəni tam aralarında yaranmışdır. Azərbaycan hansı qədim qrup parçasından ibarətdir? Azərbaycan bilir ki, şimal hissədə yerləşdiyi üçün bu Lavrasiya materiki olacaq. Alimlər hesab edirlər ki, qitələr yerinə birləşib vahid quru yarada bilər. Sizcə bu nə dərəcədə haqlıdırlar? Litosfer tavalar daim hərəkət etdiyi üçün nə vaxtsa milyon illər ərzində
adalar, materiklər bir-birinə parçalana və bir-birinə birləşə bilər və bu nəticəsində vahid quru parçası yarana bilər. Yəni bəlkə də gələcək illərdə Pangea və Pantalas kimi super qitə və materiklər yarana bilər. Daha sonra dərsimizi davam eləyək. Seysmik qurşaqlar litosfer tavalarının sərhəd zonalarında, bu qurşaqlarda tez-tez zəlzələlər, vulkan püskürmələri baş verir. Seysmik qurşaqlar yer səthindən 1000 kilometrlərlə məsafədə uzanaraq böyük əraziləri əhatə edir. Burada seysmik fəallığın səbəbi tavalar sərhədi boyu keçən dərin tektonik çatlardır. Bu çatlar üzərində böyük dağ qurşaqları və okean çökəkləri də yerləşir. Yerdə ən böyük seysmik qurşaqlar Sakit Okeanında Odlu qövsü və Alp-Malay qurşağıdır. Sakit Okean Odlu qövsü eyni adlı okeanın, yəni Amerika və Asiya sahillərini əhatə edir. Dünyada baş verən zəlzələlərin 80% və tsunamilər demək olar ki, hamısı burada müşahidə edilir. Alp-Malay qurşağı Aralıq dənizindən Himalay dağlarına qədər uzanan dağ sistemini təşkil edir. Okeanların dibində də tektonik çatlar vardır. Bu çatlar böyük dağ silsilələrlə uzanır. Mətni oxuduq, gəlin mətni daha yaxından təhlil edək. Dedik ki, seysmik qurşaqlar litosfer tavalarının sərhəd zonalarında yerləşirlər. Yəni harda tektonik hərəkətlər mövcuddursa, orada seysmik aktivlik müşahidə olunur. Bu qurşaqlarda tez-tez zəlzələlər, vulkan püskürmələri baş verir. Seysmik qurşaqlar yer səthindən 1000 kilometrlərlə məsafədə uzanaraq böyük ərazilərə əhatə edirlər. Və bunlar bu seysmik qurşaqlar litosfer tavalarının sərhədi boyunca uzanırlar və dərin tektonik çatlar nəticəsində həmin ərazilərdə vulkan püskürmələri, tsunamilər, zəlzələlər baş verir. Yer kürəsində iki böyük seysmik qurşaq vardır. Bunlardan biri Sakit Okeanda yerləşən Odlu qövsü və quruda yerləşən Alp-Malay qurşağıdır. Sakit Okean Odlu qövsü eyni adlı okeanda, yəni Sakit Okeanda yerləşir və Amerika və Asiya sahillərini əhatə edir. Dünyada baş verən zəlzələlərin 80% və tsunamilər demək olar ki, hamısı burada müşahidə edilir. Alp-Malay qurşağı Aralıq dənizinin sahilindən Himalay dağlarına qədər uzanan dağ sistemi təşkil edir. Okeanların dibində də dərin tektonik çatları vardır. Bu çatlar böyük dağ silsilələri ilə uzanır. Dərsimizi bu qədər. İndi isə gəlin sualları cavablandıraq. D şəklinə əsasən sualları cavablandırın. D şəklinə əsasən sualları cavablandırın. Baxın, bu bizim D şəklimizdir. Bu bizim D şəklimizdir. Sakit Okean Odlu qövsü və Alp-Malay qurşaqları hansı qitə ərazilərini əhatə edir? Sakit Okean Odlu qövsü fikir verirsə, baxın, hansı qitələr oldu? Hansı qitələr deyirsə, yəni Asiya, Şimali Amerika, Cənubi Amerika və Avstraliyanın sahillərini əhatə edir. Yəni Avstraliyanı görmür, amma Avstraliyanın yuduğu dənizləri əhatə edir. Hansılar oldu? Asiya, Şimali Amerika, Cənubi Amerika və Avstraliya. Bəs Alp-Malay qurşağı hansı oldu? Avropa və Asiya qitələrini əhatə edir. Nə üçün güclü B-yə baxaq. Nə üçün güclü zəlzələlər, vulkan püskürmələri əsasən bu qurşaqlar üzərində yerləşir? Dedik ki, bu qurşaqlarda tektonik hərəkətlər baş verir, tektonik çatlar, tektonik sınmalar olduğu üçün bu ərazilərdə güclü vulkan püskürməsi və zəlzələlər olması daha məntiqli və daha realdır. Sonra C-yə baxaq. Hansı qitələrdə seysmiklik azdır? Nə üçün? Hansı qitələrdə? Təbii ki, Avstraliya qitəsi olacaq. Bunun səbəbi də tektonik hərəkətlər, tektonik sınma zonasından kənarda yerləşir. Litosfer tavalarının sərhədindən kənarda yerləşdiyi üçün bu ərazilərdə zəlzələ və tektonik proseslər demək olar ki, baş vermir. Azərbaycan hansı seysmik qurşağa daxildir? Azərbaycan fikir verirsə Alp-Malay qurşağına daxildir. Yəni Alp-Malay seysmik qurşağında yerləşir. D xəritəsinə əsasən dünya siyasi xəritəsindən istifadə edərək cədvələ taxılan Alp-Malay qurşağında yerləşən 5 ölkənin adını yazın. Mən deyəcəm, siz yadda saxlayarsınız və özünüzdə xəritədə onları qeyd edirsiniz. Alp-Malay qurşağında yerləşən ölkələri biz burada misal çəkə bilərik. Məsələn, İspaniya, İtaliya, Yunanistan, Türkiyə, İran, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, daha sonra Qazaxıstan,
Qazaxıstan, Tacikistan, Qırğızistan, Əfqanıstan, Pakistan, Hindistanın şimal hissələri, Çin və Nepal, Bhutan və bu ölkələri biz bura misal çəkə bilərik. Sakit Okeanında yerləşən, Sakit Okean odluq ölçüsündə yerləşən ölkələri deyək. Biz bura deyə bilərik ki, Filippini biz bura misal çəkə bilərik, Yaponiyanı bura misal çəkə bilərik, sonra Çilini, Amerikanı, Meksikanı, sonra Kanadanı, Boliviyanı, sonra Argentinanı da biz bura misal çəkmək olar. Videonuz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Gələn dərslərdə görüşürüz.